Önce Qurban müəllim fikirlərini bildirsin. Tamamən müəllimimiz axşamınız xeyir olsun. Ben üzr ilə söylədim, biraz gec gəldim. 30 il bundan qabaq görmüşdüm, bəlkə də son dəfə. Rayonda mənim müəlliməm vardı, Gülnaz müəllimə, riyaziyyat həndəsə müəlliməsi. Sən demə həmişə oyunlarımıza gəlir, izləyir, eşitmişdim, amma bugün dedilər ki, bəs burada onunla görüşürdüm. Ona görə biraz üzr ilə hesab eləyim. Oyuna gəldikdə, əlbəttə bugün bir neçə fikir bildirəcəm. Həm bugün stadionda xeyli sayda qadın azarkeşlər var idi. Onlara təşəkkür edirəm. Bugün qadınların bayramı deyək belə bir gündür. Onlara can sağlığı, uzun ömür, xoşbəxtlik arzulayıram hər birinə və hər bir gələn azarkeşə də stadiondakı onlara təşəkkür edirəm. Oyuna gəldikdə yaxşı oyun alındı mən. Həm bol qollu, həm də yaxşı hücumlarımız alındı. Yaxşı həm düşündüyümüz, həm sırağa gün hazırlaşdığımız belə bir yəni məşqdə etdiklərimizi gördüm bugün meydanda. Bu çox önəmli idi. Çünki mənə biraz inan verdi ki, komanda, futbolçular yavaş-yavaş özlərinə gəlməyə başlayırlar. Bəzən alınmayanda o hələ yorğunluq, gərginlik görürsən qalır. Ona görə bəzən öz istədiklərini, düşündüklərini meydanda göstərə bilmirlər. Amma bugün xeyli yaxşı da gördük və buna baxmayaraq narazı qaldığım episodlar çox oldu. Oyundan sonra da biraz bəzi iradlarını futbolçularıma bildirdim. Onu yaxşılaşdırmalıyıq mütləq. O da yavaş-yavaş bir neçə oyundan sonra inanıram ki, qaydasına düşəcək. Və Araz Naxçıvana uğurlar arzulayıram. Baxmayaraq ki, 3-0, 4-0 məğlub olur, amma yenə də öz oyun fəlsəfəsindən əl çəkmirdilər. Yaxşı oyun orqanizasiyası var idi. Sadəcə bizim oyuncular bəlkə daha salğın hesabına yaxşı istifadə edə bilirlər. Belə təbrik edirəm futbolçularımı, bu qədər. İran buyur. Sizə nədən ola bilər ki, Arazın məqam sizi gələcək oyunlar üçün sözün yaxşı mənasında. Düzdür, düşünməmişdim ki, bu qədər bol gol olub digər oyunlarda da tam bu oyuna köklənmişdim. Amma ümumiyyətcə Araz Naxçıvan indi də, bundan əvvəl də baxımlı oyun, baxımlı futbol oynayır. Bilmirəm, oyunla bağlı olar olmaz. Sadəcə ola bilər ki, bizim daha yaxşı deyək ki, idman formamız olan vaxtına bəlkə də düşüb, belə bir ola bilər, hal ola bilər. Amma ümumən belə Araz Naxçıvan bizim üçün həmişə elə də asan rəqib olmayıb. Bəzi oyunları bəlkə oyunları fikirləşdi. Ola bilər, biraz rahat göründü kənarda, amma futbolçular çox aktiv idilər. Qarabağın futbolçuları çox əziyyət çəkdilər. Belə bu barədə düşünməmişdim düzünü desəm. Qaldı ki, Musa ilə bağlı sevindirici haldır. Mən bugün ümumiyyətcə biz dünya futboluna baxsaq, sonradan oyuna girən futbolçuların oyunu dəyişməsi çox vacibdir. Buna bir qabiliyyət lazımdır, buna bacarıq lazımdır. Xüsusda rəqib komanda biraz belə sıx tam müdafiədə oynayanda belə bir oyunculara ehtiyac olur. Yoxsa o gün də fikirlərini bildirmişdim ki, ümumiyyətcə yaxşılığa doğru irəliləyik çoxdur. Əlbəttə həvəsdən düşməli deyil, daha da aktiv olmalıdır, daha da mübarizə aparmalıdır həm məşqdə, həm oyunlarda. Elə inşallah yavaş-yavaş böyüyür belə, bu hamımız üçün sevindiricidir.
hal-hazırda razıyam. Razılığımı bildirirəm. Buyurun. Quram müəllim, maraqlıdır ki, Azərbaycan Kubokunun finalından sonra Qarabağın bütün oyunlarına bütün hakimlər təyinat alıbdır. Bircə təcrübəli hakimlərimizdən biri olan İnqilab Məmmədovdan başqa. Sizcə Devlekerin, Rəhim Həsənovun inqilabı sizin oyunuza göndərməməyi bir təsadüfdür? Finaldan sonra göndərildi. Finaldan sonra bu mövsüm, belə deyək, İnqilab Məmmədov, bütün hakimlər gəlib sizin oyunlarınıza İnqilab Məmmədovdan başqa. Sizcə bu bir təsadüfdür? İnan heç vallahi düşünməmişəm. Ümumiyyətlə, yəni ağlıma gəlmir belə. Bu inqilabı görmüşəm hardasa. Amma heç düşünməmişəm. İnan sən belə. Buyurun. Bundan sonra sanki qapısında dəyişiklik hissi olur. Siz bu barədə nə düşünürsünüz? Belə bir sual verir ki, Qalatasaray da səhv eləməsə təcrübə. Bizim yəni qapıçı məşqçisi bizim Elxan Həsənovdur. Hamımızın tanıdığı, hamımızın hörmət etdiyi. Yəni mən Qarabağa gəlib belə bir il olmadı, bəlkə də bir il sonra. Nizam Sadıqov Bəli, Nizam Sadıqov idi. Ondan sonra heç bir il olmadı məncə. Avropa oyunları elə ilk il idi. Elxan Həsənovla işləyirdi. Nizam Tovuza getdi. Bəli, baş məşqçi getdi, bəli. Elxan Həsənovdur. Mənim qapıçıların baş məşqçisi belə deyək ki, Elxan Həsənovdur. Yəni sadəcə onun köməkçisidir. Çoxdan özü də axtarırdı ki, bir perspektivli bir cavan qapıçı məşqi götürməyə ki, həm gələcək üçün hazırlamağa, həm kömək etməyə. Özünün də az yaşı yoxdur burada. Həm də qapıçıların sayı çoxalır. Yəni bizim hər məşqimizdə bəlkə də bir 4-5 daima qapıçı olur. Aşağı yuxarıdan gətirirlər, hansı perspektivli qapıçıları. Orada da onlarla da ayrıca işləyirlər və sadəcə o da ona kömək edir. Və Elxan mənim özü yəni şeyini belə deyək də, necə deyim, yönləndirir və özü Elxan mənə dedi ki, tam hazırlamağa belə. Belə razıyam hər ikisindən, əlbəttə ki, amma cavabdeh Elxan müəllimdir. Hüseyn gəldikdə, bəli, qabiliyyətli uşaqdır, bacarıqlı, daima axtarışlı olan və bütün günü demək olar ki, işdə Elxan müəllim bir yerdə olurlar, müzakirə aparırlar. Belə işləyirlər bir yerdə. Buyurun. Ümumən, bəli, daha çox diqqət ayıracaq, əlbəttə, daha çox ayırır. Amma hələ ki, bundan biraz da futbolçuların özünə gəlməsinə ehtiyac var. Biraz da gərək həm fiziki, həm psixoloji, ümumən belə həqiqətən bu il belə deyək də çox, bəlkə də ən gərgin illərdən biri oldu bizim üçün. Çempionlar Liqasının oyunları, o gözləntilər, bəlkə də bizim belə deyək 10 yox, bir 3 xalımız, 4 xalımız olsaydı belə bəlkə daha rahat oynayardılar. Heç kim belə deyək də inam olmaz idi ki, biz play-off mərhələsinə çıxa bilərik. Bəlkə bizdən daha çox tələblər olmaz idi, bəlkə futbolda daha rahat olardı. Amma hər qalib gəldikcə daha böyük tələblər oldu və futbolçular istər-istəməz məsuliyyətini artırdılar. Belə sona kimi, elə son tura kimi demək olar ki, bizim hər oyun elə gərginlik və belə və sağ olsun futbolçuların o gücü, o gərginliyi belə necə deyək, dözdülər buna. Amma hər bir halda yəni görürsünüz çempionat işdə asan deyil. Baxmayaraq bugün biz hesablı qalibiyyətlə bitirdik oyunu, amma bizim hər oyunumuz yəni görürsünüz son dəqiqələrə, son saniyələrə kimi yəni
oyunlarımız, belə ki, qalibiyyət əldə eləmişik son sayələrdə. Amma sadəcə biraz belə deyək də, indi daha rahat hazırlaşma, indidən sonra daha rahat hazırlaşmağa biraz şansımız olacaq. İndi yenə 3 gündən, 4 gündən bir oyunlar idi bu günə kimi. Komandada balans var idi. Amma əfsər olsun ki, yenə 2 oyundan sonra fasilə olacaq. Biraz komanda bir yerdə olmayacaq. Mənə çox vacibdir komandanın bir yerdə olması. Hamı yaxşı bir səviyyə gətirmək. Amma hər bir halda baxmayaraq Sabah komandasının şansı daha çoxdur və çox yaxşı bir komanda başlayır. Oyun nümayiş etdirir. Amma biz yenə də sona kimi mübarizə aparacağıq əlbəttə ki. Belə futbolçuların mütləq şəkildə öz idman formalarını yaxşılaşdırmalıdır qarşıdakı. Buyursun. Kubokda da sabahlar ayı oldu. Həmin o mübarizə çempionatda. Əlbəttə ki, başqa turnirlər, mən həmişə demişəm ki, kubok fərqli, çempionatlar fərqlidir. Çempionata istənilən futbolçu biraz fərqli yanaşır, amma kuboku tam fərqlidir. O başqa bir prestijdir. Amma bu cür komanda ilə qarşılaşmaq, yəni fərqi yoxdur. Qalibiyyət, məğlubiyyət, yəni amma ümumən yay üçün düşünürəm ki, həm bizim üçün, həm Sabah üçün, Avropa Liq oyunları üçün fərqi yoxdur. Yaxşı bir hazırlıq olacaq. İndən sonra 3 oyun belə olması bu səviyyədə minimum belə bir komandaya qarşı onun üçün hər iki tərəf üçün bunun böyük bir faydası olacaq və böyük də bir inam verəcək. Buyurun. Yox, əksinə biraz həm müdafiədə, həm bəzi əlaq ikinci hissənin ilk 20 dəqiqəsi oyun quruculuğunda belə biraz tələskənliklər oldu, bir top tikləri oldu, biraz razı qalmadım ondan. Yəni, əldə edirdilər. Daha ciddi olmalıdırlar və daha da səliqəli oynamağı düşünməliydilər. Buyurun. Ulan bəy, daha sabahla maçlara qisas kimi baxacaq, yoxsa? Yox, anar, biz heç kimi qisas kimi baxmırıq. Yəni, qisas kimi bir fikrimiz yoxdur. İllərdir, sabahla da olsa, digər klublarla da olsa, biz oyunlarımızı oynayırıq. Proqram üzrə il ərzində 3 və yaxud kubok nəzərə alsa 5 oyun oynamalıyıq, oynayırıq. Onda başlayan qalmalı. Məşqçisinə hər hansısa bir sorğun açmalı bir qərarda hansısa qərar gəldi sizə. Ümumiyyətcə təəssüf hissi oldu ki, yəni olmamalıydı. Sonra da mən heç ümumiyyətcə kart verməyin tərəfdarı deyiləm ümumiyyətcə. Yəni sadəcə bəzən futbolun o da gözəlliklərinin bir hissəsidir. Belə qalmaqallar. Yəni, biz baxsaq, hansı ki futbolun inkişafı üçün, ümumiyyətcə intriqanın daha da yaxşılaşması üçün, daha da belə deyək də, keyfiyyətli olması üçün bəzən belə qalmaqallar görsən ki, həm azarkeşlər arasında, həm ümumiyyətcə futbolçular arasında belə əksinə daha da məsuliyyət verir futbolçulara və belə şeylərdə mən ümumiyyətcə yəni hansısa bir qırmızı kartın verilməsi və yaxud neçəsə oyun cəzalandırılmasını mən bir tərəfdarı deyiləm. Sadəcə indi meydandan kənarda olan bəzi qalmaqaldır. Belə yerindəcə həll olunub bitir gedir. Çünki orada ümumiyyətcə biz hamımız götürsək epizodlar olur ki, gərək yerində o an hansısa bir qərarı verirsən. Düz oldu, səhv oldu, yaxşı oldu, pis oldu. Amma o, belə deyək də, mənə elə gəlir ki, necə deyim, içərdən gələn, necə deyim, kindən olan bir şey deyil də, bu sırf idman, necə deyim, emosiyasıdır, bəli, sırf idman emosiyalarıdır. Hamı udmaq istəyir, hamı, azca biz özümüz, bəzən yığışın məşqlər futbol oynuyoruz özümüz bazada, 5-5-6-6-ya
orada görsən o qədər intriqalar olur ki, o qədər davadalaş olur ki, belə yəni, dostlar yığışsın. Yəni ki, siz özünüz də oynayırsınız hansısa bir mini futbol. Öz yoldaşlarınızla orada o qədər qışqır, bağır, nə bilim, hələ mənim də üzrlə hesab edim. Bəzən o qədər söyüşlər olur ki, amma oyun qutardı, bitdi. Tamam, hər şey qaydasında. Ona görə futbol emosiya oyunudur. Yəni ona görə yəni, bir Allah ümumiyyətcə olmasın, amma olması da bəzən gələcək üçün belə deyək də, o futbolun daha da necə deyim, keyfiyyətli olmasına gətirib çıxarır. Buyurun. Mən təbrik edirəm. Qurban səhvimizə qızınız da oyundaydı. Onun dəstəyini hiss eləyirdiniz mi? Çox sevincliydim. Qardaşlar oldu. Burada balaca. Dəstək gündə əlbəttə ki, oradaydı. Əsas qardaşı hiss eləyirdi. Arada bir gəlirlər, arada olurlar. Son sual. Komandaların sayı artımı. Mən ümumiyyətlə komanda artımının həmişə tərəfdarı olmuşam. Və həmişə də yəni o problemlərin olacağını öncədən belə düşünmüşəm. Əlbəttə ki, böyümək üçün, ümumiyyətcə belə deyək də, stabil olmaq üçün mütləq nəyisə qurban verməlisən. Bəzən belə deyək də, tanınmış məşqlər belə görsən, böyük klublar belə 5-0, 6-0, 7-0, 8-0 məğlubiyyətdən sonra görsən daha böyüməyə başlayırlar. Eyni ilə klublar, məsələn, rəhbərlər ümumiyyətcə klub olaraq belə bəzi çətinlikləri həmən görürlər. Bu il məsələn biz danışırıq birinci komandanın məsələn yaxşı meydançası yoxdur, oyun meydançası. Amma gözlənilən bəli, hansısa bir dəyişiklik etmək olardı, bunu eləmək. Amma məsələn, mən inanmıram ki, məsələn, gələn üçün hansısa bir komandanın istər yeni gəlsin və yaxud istər ligdə qalanlar olsun, yəni oyun stadionla bağlı hansı problem olacaq. Ən azından bu ilki minuslara görə, məsələn, gələn bir neçə, belə deyək də, lazım olan bir, vacib olan tərəflərdən düzələnlər olacaq. Sadəcə birdən-birə gətirib belə digər komandaların səviyyəsində bizim səviyyə komandanın 11-12-ci eləmək olmaz ki onu. Belə olacaq, sadəcə bu artım belə olur və sabah hansısa bir yeni gələn komandanın yeni bir sponsoru çıxar, o rayonun bir oğlu çıxar, deyər ki, mən bu komandanın nəticələrini yaxşılaşdıracağım belə. Sadəcə belə sevilir. Bir il bir komanda belə formalaşır, 2 ildən sonra başqa bir komanda formalaşır. Görsən, hər bölgədə bir neçə komanda olur. Mən tərəfdarıyam belə. Yəni, qüsurlar var, əlbəttə ki, amma bu gözlənilən qüsurlardır. O da yavaş-yavaş inşallah aradan qalxar. Amma ilk sayının artmasının mən həmişə tərəfdarıyam ki, bölgələrdə ümumiyyətcə də yəni komandanın sayının çox olması futbolun sevilməsi deməkdir. Sağ olun, təşəkkürlər. Sağ